Nizami bəy yazır ki, dostlar, gəlin Elxan bəylə işimiz olmasın. Bu adam bir qəpiş qazanmır kanaldan. Bunun canı xalqa yanır. Mən deyirəm bunu Asit deyən, əziz qardaşım, mən onun üçün demədim ki, yəni mən deyirəm ki, siz və yaxud da Ağdərəli Paşa yazır Şahəddin bəy, bilsəydim xeyrinə, xətrinə dəyəcək ki, heç fikrimi yazmazdım. İnan, vicdanıma and olsun, Ağdərəli, xətrimə adıma dəyib eləməyib. Yəni mən, əziz qardaşlarım, deyirik, biz bir dərdin şərikləriyik. Bizim İlham Əliyev bizim hər birimizin anamızı ağladır. Yəni ona görə biz xətrimizə niyə deyirək ki, biz əksinə bizim bir-birimizin dediyimiz sözü həzm eləməliyik, qəbul eləməliyik və onu çalışmalıyıq ki, eləyək ki, bu şərəfsizlərdən canımızı qutaraq ki. Şahin yazır ki, bu vəziyyət hamı bilir, elə efiri çıxan bunu deyir, bəs bilən var, qabaq çəkən adam tapın, hamı onun dalıca getsin də. Şahin bəy, mən kesin dəfə də dedim, indi də deyirəm, əziz qardaşım. Görək Marcel nə yazır? Yaşa İlham Əliyev, İlham Heydəroğlu, Dəmir Yumruq, İlham Əliyev Qarabağı bizə qaytardı. Belə bədbaxtlar da var. Bilirsiniz, məsələ burasındadır ki, bu hələ də anlamıyor ki, Qarabağ bizim deyil və İlham Əliyev hərdən bir, dostlar, Səngəzurla yalandan deyir ki, yəni müharibə ola bilər. Ona görə deyir ki, İlham Əliyev gözəl bilir ki, istənilən vaxtı Qarabağ onun əlindən ala bilər Putin. Və ona görə də bugün hamı oturub əlini göyə tutub yalvarır ki, Putin qələbə çalmasın, Ukraynada qazanmasın. Amma mən sizə deyim, yenə deyirəm, mən ona görə deyirəm ki, biz tələsməliyik, əzizlərim. Ona görə tələsməliyik ki, nə qədər ki, yəni orada Putin boşalıb, burada da İlham Əliyev bu şərəfsizliyindən əl götürməyir. Biz bunları kənarlaşdırmalıyıq hakimiyyətdən ki, başımıza növbəti faciələr gəlməsin. Mən o nöqteyi nəzərdən deyirəm, ancaq inanın,